Dəfələrlə zəng eləyib, həd eləyib onu ölümlə. Özü də deyirdi ki, məni boğur, evdə də məni həd eləyir, öldürəcəyəm səni. Boğurdu deyir məni, deyir ki, öldürəcəyəm səni deyirdi. İndi bu da elə bir onda olan uşağından qorxurdu ki, birdən onun başını kəsər, birdən onu öldürər. Ona görə evin yerini dedi ona. Sumqayıtda qadın qətlə yetirilib. Hadisə Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsi qarşısında durduğumuz bu ərazidə qeydə alınıb. 49 yaşlı İsmail Ramazanovun qeyri-rəsmi nikahda yaşadığı 31 yaşlı Mehriban Ağabalazadəni qətlə yetirməkdə şübhəli bilinir. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Uşağı taksidə burada idi vuranda. Taksi çatdırıb aparıb verib qapısına. Bir uşaq da Adəmdə adı, o aparıb qapısına veriblər. Taksi şoförü bilinirdi ki, tanış adamdır. Taksi şoförünə dedim ki, sən dedim, al dedim bıçağı əlindən dedim, ay bala dedim, niyə qoyursan vurmağa dedim. Niyə qoyursan onu düşüb maşından gəlsin, sən görürsən bunun əlində bıçaq var dedim. Tez-tez mübahisələr, bir uşaq özü desin, deyir, qabağımda boğurdu, deyir, anamı deyir, dəfələrlə. Heç bir səbəb yoxdur, yoxsa? Səbəb deyəndə ki, deyir, hələ bir deyir, içirdi deyir belə. İçirdi deyir, başlayırdı deyir, məni döyməyə, söyməyə, vurmağa, boğmağa deyir. Bir yerdə yaşayırlar, yoxsa boşanmışdılar? Bir yerdə yaşayıblar, elə bir ki, bir həftədən çox olardı da gəlib bura.